Əxlaq mənim üçün sənin öz peşənə sədaqətindir. Öz peşənə münasibətindir. Müəllimsənsə, sən şagirdlərinə yaxşı dərs deyirsənsə, yaxşı təhsil verirsənsə, vəssalam, əxlaqın orada üzə. Həkimsənsə, yaxşı həkim ol, əxlaqın orada üzə çıxır. Mən cəmiyyət qarşısında, öz peşəm qarşısında məsuliyyətim var da, xəstələnmirsən, həkiməm. Sənə yaxşı müalicə yazıb verirəm. Da mən gedib kimlə yatdım, kimlə durdum, kimlə neynədim, bunun sənə nə dəxli var? Azərbaycanda çox qəribədir, rəhmətli Rafid Ağamın bir sözü var, deyir, Azərbaycanda əxlaq deyəndə cinsiyyət orqanı yada düşür. Biz, Azərbaycan deyərdində, Avropaya əxlaqsız deyirlər. Xəstələnəndə də ki, o əxlaqsız dediyi həkimə daha çox etibar eləyirlər. Ona etibar eləyirlər. Tutaq ki, da, məsələn, bir dəfə efirdə demişdim, bir Avropalı bir qızdır, məsəl üçün, gecə-gündüz yatmır, eynəyini taxır, oxuyur, tibb universiteti, onun, nə bilim, müxtəlif mərhələlərin gəlir, olur savadlı bir cərrah. Əməliyyat elədiyi kişidən də xoşu gəlir, savadlığı kişidən. Gedir, ondan müvəqqəti bir eşq yaşayır, şəxsi həyatıdır da. Məsələn, şərq ölkələrində, Azərbaycan kimi ölkələrdə 100.000 verirsən, qorsan, nə bilim, həkim, rüşvətlə oxudursan, gəlir, xəstənin sağ ayağı əvəzinə solu kəsir, sol əvəzinə sağı kəsir. İndi hansıdır əxlaq bunun? Əxlaq hansıdır?